2025-ci ildə Polşaya tələbə kimi gəlmək istəyənlərə pis xəbər. Belə ki, 2025 iyuldan etibarən Polşaya gələn tələbələr avtomatik iş izinə sahib olmayacaqlar. Tələbə statusunuz iş üçün bir işə yaramayacaq. Yenə də iş izninə sahib olmalısınız. Sizə iş verən şirkət sponsorluq edərək almalıdır. Vizaları daha da çətinləşdirəcəklər. Magistr üçün gəlmək istəyirsinizsə, siz ölkənizdə olan diplomu, kuratorium deyə bir qurum var burada. Həmin qurumla əlaqə saxlayıb diplomunuzu təsdiqlətməlisiniz. İkinci bir məqam B2 səviyyəsində İngilis dili və ya polyak dili tələb olunacaq. İş üçün gələnlər isə bir ay müddətində işə başlamasanız, iş verən sizi miqrasiya idarəsinə bildirməlidir. Bunu əgər bildirməsə cəriməsi çox yüksəkdir. Əgər siz işdən çıxmısınızsa 15 gün içərisində yenə iş verəniniz miqrasiya idarəsinə bildirməlidir. Bir növ artıq Polşa keçid və yaxud da ki trampolin ölkə olmaq istəmir. Gəlməmişdən öncə, yəni şirkətlərin vədlərinə inanmayın, qaydaları daha da ətraflı araşdırın, sizə uyğun olan seçin.